Həyəcan təşviş pozuntusu ümumiyyətlə nə deməkdir? Bu pozuntuya anksiyete də deyilir. Əslində həyəcan təşviş pozuntusu bəzən nomenklaturada, terminoloji olaraq anksiyete deyilir. Bu termin fransız terminidir və hərfi tərcümədə mənası narahatlıq sindromu anlamına gəlir. Ümumiyyətlə, həyəcan hissi hər bir insanda olması vacibdir. Yəni, normal və təbii bir duyğudur, hissdir. Əksinə olaraq, həyəcan hissinin hər hansısa bir insanda olmaması, bu bir insanın robot halına gəlməsi anlamına gəlir. Elə bil həyəcan hissi bir insan üçün, orqanizm üçün bir qoruyucu mexanizmadır. Bir sanki alarmdır, bir siqnaldır. Hər hansısa bir biz təhlükəli vəziyyətə düşdükdə, orqanizmdə yaranan bir təhlükəli vəziyyətə qarşı olaraq həyəcan bir hissi bir siqnal çalır və həmin o təhlükəli vəziyyətdən bizi müdafiə etmək üçün vəziyyətə keçmiş ola bilir. Ümumiyyətlə, həyəcan hissi normada hər hansısa bir vacib situasiya ilə bağlı olaraq yaranması, həmin mərhələni əhatə etməsi, qısa müddət davam etməsi normaldır və bunun olması bizim iş fəaliyyətimizdə, perspektivalarımızın yüksək olmasında, akademik bacarıqlarımızın artmasında, müəyyən bir tələbədirsə, məktəblidirsə, imtahan nəticəsində performansın göstərilməsində, əmək fəaliyyətinin artmasında, diqqətimizin daha çox cəmlənməsində, adaptasiya olunmasında köməklik göstərir. Lakin əgər, məsəl üçün, şəxs məktəblidir, imtahan verəcəksə, bu zaman həmin mərhələni keçəcəksə və yaxud da ki, şəxs iş adamıdır, müəyyən bir işlə bağlı görüşlər keçirəcəksə və yaxud da ki, şəxs hər hansısa bir hal-hazırda biz studiyadayıq, müəyyən bir auditoriya qarşısında, kütlə qarşısında, ictimaiyyət qarşısında, televiziya qarşısında çıxış ediriksə, müəyyən qədər həyəcanın olması normaldır və bu məsuliyyətdən xəbər verir. Bəli. Lakin artıq bu situasiyanı, bu vəziyyəti keçdikdən sonra belə həyəcan hissi gün ərzində davamlı xarakter daşıyırsa, artıq miqdarı artırsa, müddəti uzanırsa, bu halda həyəcan hissi normal deyildir, patologiya hesab olunur və xəstəlikdən, pozuntudan bəhs edilir. Əslində, belə deyək ki, bu halda mən belə bir giriş etmək istəyərdim və bu halda nə olacaqdır? Həyəcan hissi bu halda bizim rutin həyatımıza mənfi təsir göstərəcək, funksionallığımızı azaldacaq, əmək qabiliyyətimizi, iş qabiliyyətimizi aşağı salacaqdır və artıq insanın diqqəti dağılacaqdır, işinə konsentrə ola bilməyəcəkdir. Nəticə itibarilə şəxs ailə üzvləri ilə bu zaman münaqişəyə meyilli olur, iş yoldaşları ilə mübahisəyə meyilli olur və həyat keyfiyyəti aşağı düşmüş olur. Əslində, həyəcanın özü iki böyük qrupa ayırardım mən. Kəskin həyəcan var, yəni buna akut həyəcan deyilir və xroniki, yəni generalizə olunmuş həyəcan var. Kəskin həyəcan dedikdə bu həyəcanın qısa müddət ərzində qəfildən, birdən-birə, sanki bir sürətli şəkildə, kəskin şəkildə başlanmasıdır. Lakin xroniki həyəcan, generalizə olunmuş həyəcan dedikdə isə bu həyəcanın uzun müddət ərzində ləng simptomatika ilə başlanmasıdır. Kəskin akut həyəcan qısa müddət davam edər. Xroniki həyəcan isə uzun müddət davam edər. Kəskin həyəcan 6 aya qədər davam edər. Xroniki həyəcan isə 6 ayın üzərində, bəzən 2 ilin üzərində davam edir və insanın bütün həyatını əhatə etmiş ola bilir. Ümumiyyətlə, qeyd edərdim ki, həyəcan dedikdə biz əsas bu pozuntu zamanı iki böyük simptomatikanı qeyd edərdik. Birincisi, psixoloji, yəni zehinsal simptomlar, ikincisi isə fiziki, fizioloji və yaxud da buna bədənsəl, hərəki simptomlar deyilir. Psixoloji, zehinsal simptomlar zamanı şəxsdə bu zaman nə müşahidə olunur? Şəxs hər hansı bir vacib bir vəziyyətlə bağlı olmayaraq belə öz yaxınlarının, ailə üzvlərinin, övladının başına hər hansısa bir pis hadisə gələcəyini və yaxud onlarla bağlı pis bir xəbər eşidəcəyini düşünür, fikirləşir və bu düşüncələr gün ərzində onun beynində sarışır. Əslində bu təhlükə yoxdur. Hər hansısa bir həyəcan ortada yoxdur. Sadəcə olaraq bu düşüncələr onu narahat etməyə başlayır. Beynində fırlanır, dayanmadan. Dayanmadan beynində fırlanır. Və yaxud da ki, şəxsin maddi durumu normaldır, maddi vəziyyəti normaldır. Şəxs özünün bir müddətdən sonra müəyyən bir məbləğ pulunu itirəcəyini və bankrot olacağını düşünür. Və yaxud da şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hər hansısa bir patologiya qeyd olunmur, amma şəxs nə vaxtsa bir ağır xəstəliyə düçar olması qorxusu yaradır. Və yaxud da ki, şəxs
qapı döyüləndə, telefon zəng çalanda belə, o zəngdən, o xəbərdən belə pis bir bəd xəbər eşidəcəyi qorxusu yaranır. Və bu qorxular fonunda şəxs gün ərzində həyəcanlı, narahat, tədirgin, təlaşlı, təşvişli olur. Şəxs qıcıqlı və əsəbi olur. Adi bir kimsə yemək yeyir, ağzının mırçıltısı, su açılıbsa suyun şırıltısı və yaxud da ki, belə deyək, saatın çıqqıltısı, kiminsə yeriyərkən addımının səsi belə ona... Televizorun səsi belə, bəli, telefonun səsi belə qıcıqlı olur. Bəzən aramızda görürük ki, bəzi insanlar telefonu belə səssiz şəkildə istifadə etməyə başlayırlar. Və bu əsəbilik, qıcıqlıq müəyyən bir müddətdən sonra artıq insanlarda sanki bir həyəcan krizi yaradır. Şəxs deyir, doktor, elə bil sanki tikan üstündəyəm, sanki tıncıxıram, bir yerdə qərar tuta bilmirəm, sıxılıram, mən narahatam. Yəni artıq bunun gündəlik həyatına sirayət elədiyinə görə onu daimi müşahidə eləyir. Və nəticə itibarilə nə olur? Şəxsin yuxusu pozulur. Şəxs bu zaman yuxuya dalmaqda çətinlik çəkir. Yuxuya keçərkən belə, yuxu etapında onda yaranan bu həyəcan, təşviş fonunda oyanır və yenidən yuxuya dalmaqda çətinlik çəkir. Gecə yuxusu pozulduğu üçün səhər yatağından qalxdıqda belə bu gecə yuxusuzluğu fonunda gün ərzində diqqəti dağınığı olur. Diqqətini incə işlərinə, öz işinə konsentrə eləyə bilmir. Mühitə adaptasiya ola bilmir. Daim münaqişə və mübahisəyə meyilli olur. Və nəticə itibarilə diqqəti dağınıq olduğu üçün bu məktəblidirsə əgər, öz dərsini doğru düzgün yerinə yetirə bilməyəcək, iş adamıdırsa, öz işini düzgün icra eləyə bilməyəcək, müəyyən müddətdən sonra qidalanması pozulacaq, iştahsı zəifləyəcək, cinsəl funksiyaları zəifləyəcəkdir. Artıq bu əlamətlər irəlilədikcə həmin bu əlamətlər orqanizmdə sinir sisteminə təsir göstərir. Biz bildiyimiz kimi həmin bu fəaliyyət zamanı simpatik sinir sisteminin fəaliyyəti artır. Və nəticə itibarilə nə olur bu zaman? Simpatik sinir sisteminin fəaliyyəti artır hansı halda? Bildiyimiz kimi bizim beynimizdə, ilk növbədə bir neyrofiziologiyasına girim, sonra keçəcəm bunun bədənsəl əlamətlərinə. Bizim beynimizdə neyrokimyasal dəyişikliklər getməyə başlayır. Bildiyimiz kimi beynimizdə talamus var. Bu talamusda qorxu mərkəzi yerləşir. Bu qorxu mərkəzi əslində bizim beynimizin gicgah payı, temporal pay deyirik. Temporal payın içəri səthində cüt formada, bildiyimiz badam formasında amigdala vardır. Bu amigdala qorxu mərkəzidir. Bu amigdala bizdə qorxu, həyəcan, təşviş, təlaş hisslərini belə deyək ki, kontrol altına almaq üçün olan bir mərkəzdir. Biz həyəcanlandıqda, narahat olduqda, təşvişli olduqda bu amigdala tətiklənir beyində. Tətiklənən zaman bu talamusda olan məlumat hipotalamusa ötürülür. Nəticədə hipotalamusda olan həmin bu məlumat böyrəküstü vəzə ötürülərək böyrəküstü vəzdə adrenalin hormonunun, yəni qanda adrenalin artmasına səbəb olur. Biz bildiyimiz kimi də adrenalin hormonu bir güc, qüvvət, həyəcan, təşviş hormonudur. Və nəticə etibarilə adrenalin qalxdıqda nə baş verir? Bu zaman bütün funksiyalarımız demək olar ki, sürətlənir. Simpatik sinir sisteminin fəaliyyəti artır. Şəxsin ilk növbədə mən deyərdim, ürək-damar sistemi ilə kardiovaskulyar problemlər yaranmağa başlayır. Şəxsin ürəyi sürətli döyünməyə başlayır. Ürək nahiyəsində sancma, ağrı yaranır. Tənginəfəslik yaranır mı, doktor? Bəli, tənginəfəslik yaranır. Çox doğru dediniz. Tənəffüs sürətlənir. Sanki şəxs artıq tez-tez tənəffüs alıb verməyə başlayır. Tərləyir, titrəyir, nəbzi sürətlənir. Və bunun fonunda bəzən temperatura qalxır, təzyiq qalxır. Müəyyən bir müddətdən sonra şəxsdə baş ağrıları, baş gicəllənmə, ürək bulanma, qusma halları, başında sıxılma yaranır. Həmçinin mədə-bağırsaqla bağlı olaraq narahatlıq yaranmağa başlayır. Şəxsin mədəsində daim olaraq bir ağırlıq yaranır. Mədə-bağırsaq sürətli işləməyə başlayır. Tez-tez şəxs tualetə gedir. Sanki biz buna deyirik, el arasında bəzən terapevtə getsə belə bir diaqnoz qoyacaq. Deyəcək, səndə mədə-bağırsaq spazmıdır. Mədə spazmı baş verir. Qıcıqlanmış bağırsaq sindromu deyirik. Sanki mədə-bağırsaq bir tətiklənmiş vəziyyətdə olur. Şəxsin qarnı daim olaraq köpmüş vəziyyətdə olur, şiş vəziyyətində olur. Şəxs daim olaraq ifadə edir. Yemək yedim də, yemədim də, sanki qarnım elə bir köpdür, hamilə vəziyyət, hamiləlik durumunu yaşayıram sanki, söyləyir. Bir müddətdən sonra şəxsin bu tənəffüs sistemi ilə bağlı olaraq şəxs söyləyir. Pasiyentin dilindən deyəcək sözü deyirəm. Doktor, sanki sinəmin üstündə elə bir qaya oturubdur, daş oturubdur, nəfəs ala bilmirəm. Havam çatmır sanki. Ağırlıq çöküb üzərimə. Bəli, ağırlıq çökür, ağciyərlərimə elə bir hava çatmır deyə söyləyirlər. Və bir müddətdən sonra bu narahatçılıqlar, bayaq qeyd etdiyim bədənsəl fiziki əlamətlərə keçir. Ağrılar yaranmağa başlayır. Keçmiş verilişlərdə danışmışdıq, fibromiyalgiya tipi Günay xanım, ağrılar yaranır. Müxtəlif tip ağrılar ola bilər. Bəli, müxtəlif tip. Şəxsin bədən, boyun,
baş nahiyəsində ağrılar yaranır. Bu ağrılar bütün bədənə irradiasiya etmiş olur və ağrılar yanma, göynəmə, sancma, dartma tipli ağrılar olur və bir müddətdən sonra bu ağrılar fonunda şəxs hərəkət etdikdə belə, şəxs müəyyən bir işini icra etdikdə belə, belə deyək, konsentrasiyada, adaptasiya olunmaqda gücsüzlük hesab edilir. Şəxs sanki elə bilir ki, bayılacaqdır, huşunu itirəcəkdir, qorxusu Doktor, bəs ürək getmə yaşanırmı bu halda? Yoxsa o qədər də rast gəlinmir? Bəli, təbii ki, ürək getmə halları da olur həyəcan təşviş pozuntusunda. Adətən bu müddətdə Günay xanım, həyəcan təşviş pozuntusuna yanaşı olaraq konversiyon pozuntu, bu epilepsiya bənzər, bəli, qoşulur və yaxud da panik tutmaların ağırlaşmış panik pozuntular müddətində həyəcan təşviş pozuntusunda ürək getmə halları da müşahidə oluna bilər. Doktor, bu həyəcan təşviş pozuntusundan danışırıq. Hal-hazırda qaynar xəttimiz sualla dolub, onu qeyd etməliyəm. Qoy mən özümə əvvəlcədən sığorta alayım, doktorun əlaqə nömrəsini qeyd edim. Ola bilər hər hansı bir sual gözümdən qaçar, vaxtımız imkan verməz. Çünki həddindən artıq çox sual var. TikTok üzərindən də bizi yüzlərlə insan izləyir. Salamlayıram hər birinizi bir daha və onlar da suallar yazırlar. Doktorun özü ilə əlaqə saxlamaq istəyənlər üçün qeyd edirəm 050 377 54 22 099 377 54 22. Hal-hazırda ekranlarınızdadır. Onun əlaqə nömrələri qeydiyyat üçün bu nömrələrlə əlaqə saxlaya bilərsiniz. Suallarınızı da bu əlaqə nömrəsinə, doktorumuzun özünə şəxsən ünvanlaya bilərsiniz. Doktor, təşviş pozuntusuna qarşı hansı müalicə metodları mövcuddur? İstəyirəm bu barədə də məlumat verəsiniz. Həyəcan təşviş pozuntusu haqqında onu müalicə ilk növbədə bir qeyd edim ki, buyurun. Yüngül, orta ağır, ağır dərəcəsi var. Əgər Günay xanım bu yüngül dərəcədə və orta ağırlıqdadırsa, psixoterapiya və yanında müalicə təyin oluna bilər, yəni tək psixoterapiya ilə də idarə etmək olur. Lakin burada ağırlaşmış formadadırsa, mütləq şəkildə dərman müalicəsi, farmakoterapiya olunmalıdır. Yəni, ümumilikdə götürsək, həyəcan təşviş pozuntusunda iki müalicə istiqaməti var. Psixoterapiya və dərman müalicəsi. Psixoterapiya dedikdə biz burada kognitiv davranış terapiyası, dəstəkləyici psixoterapiya və psixodinamik psixoterapiyanı nəzərdə tuturuq. Dərman müalicəsi, farmakoterapiya dedikdə isə burada dərman qrupları müxtəlifdir. Birinci növbədə qeyd edərdim. Burada ilk növbədə anksiolitiklər deyirik biz buna, benzodiazepin qrupu deyirik. Yəni trankvilizator, təşviş əleyhinə olan dərmanlardır ki, bunlar qısa müddət ərzində həyəcan təşviş pozuntusunu tez bir zamanda söndürmək üçün, həyəcanı aradan qaldırmaq üçün olan dərmanlardır. Hal-hazırda mən həyəcanlanmışamsa Günay xanım, o tabletkanı mən bu dəqiqə içsəm, 15-20 dəqiqədən sonra mənim həyəcanım sönəcəkdir. Yəni qısa müddət ərzində direkt təsir göstərən bir dərmanlardır. Lakin bu... Doktor, müddəti nə qədər olur bu preparatı qəbul eləyəndən sonra? Ay sağ olun, çox gözəl sualdır ki, Günay xanım. Bu dərman preparatının qəbul müddəti 2 həftədən 2 aya qədərdir. Bəzən deyirlər, doktor, bu məndə asıllıq yaradarmı? Bəli, öz başınıza qəbul etsəz, həkim nəzarəti altında olmasaz, asıllıq yarada bilər. Lakin biz həkimlər müalicə olaraq müəyyən bir xəstəliklər var ki, bu təkcə həyəcan təşviş pozuntusu deyil, komorbid formada, yəni qarışıq formada simptomatika var. Bu müddətdə biz tranquilizatorları bəzən 2 ayın üzərində də təyin edə bilirik, nəzarət altında təyin edə bilirik. İkinci qrupa aid edilir antidepressantlar. Antidepressant qruplarda biz bildiyimiz kimi var yeni nəsil siozlar var, köhnə nəsil tritsiklik antidepressantlar. Tamaşaçılara ən maraqlı məqamdır bu antidepressantlar və mən həyəcan təşviş pozuntusundan əziyyət çəkən izləyicilərimizə Allah köməyiniz olsun deyirəm. Doktorumuzun məsləhətləri də olacaq, mövzumuz da davam eləyəcək, amma qısa aradan sonra. Proqramımız canlı yayımlanır. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram və bir daha qeyd edim ki, hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim mütəxəssis, həkim psixiatr Aytən Namazovadır və onu studiyamızda görməkdən çox məmnunuq. İzləyicilərimizin sualları bitmir ki, bitmir. Hər kəs Aytən xanımı görən kimi bütün problemlərini səsləndirmək istəyir. Çünki bilirlər ki, Aytən xanım doğrudan da çox şəfalı bir həkimdir, çox vicdanlı bir həkimdir. Hətta səhər saat 6-da belə zəng vursaz ona, o artıq pasiyent qəbuluna başlayır o saatda. Maşallah olsun, tipik bir qız bir şey. Doktor, bir daha xoş gördük sizi. Xoş gördük Günay xanım. Minnətdaram. Çox sağ olun, dəyərli. Var olasınız. Bu dəyəri mən sizə verməsəm olmaz. Çünki sizin işlərinizə, gördüyünüz bu həkimlik fəaliyyətinizə bələdəm və tam ürəklə bu haqda danışa bilirəm. Aytən xanımla əlaqə saxlamaq istəyənlər 050 377 54 22 099 377 54 22 nömrələri ilə əlaqə saxlaya bilərlər. Bugün həyəcan təşviş pozuntusundan danışırıq və müalicə hissəsində qaldıq. Antidepresantlar
mövzusuna keçid etdi doktor və yeri gəlmişkən izləyicilərimiz bu barədə çox sual yazıblar. İstəyirəm bu məsələyə də bir aydınlıq gətirək. Bəli, ikinci qrupda birinci qeyd etdiyim benzodiazepinlər, ikinci antidepressantlardır. Və antidepressantlar təbii ki, antidepressant ifadə olunsa da söz olaraq, bu o demək deyil ki, təkcə depressiyada istifadə olunur. Antidepressantlar geniş spektr psixiatrik xəstəliklərdə istifadə olunur. Həyəcan təşviş pozuntusu olsun, panik atak olsun, obsessiv-kompulsiv pozuntu olsun, depressiya olsun, şizofreniyanın artıq remisiya sağlanmış mərhələlərində əhval-ruhiyyənin depressiv vəziyyəti aradan qaldırmaq üçün istifadə etdiyimiz dərman preparatıdır. Hətta bir sıra somatik xəstəliklərdə verdiyimiz dərman preparatıdır. Üçüncü olaraq, əgər şəxsin antipsixotik istifadə edə bilərik, şəxsin əgər yuxusu pozulubsa, artıq depressiv bir vəziyyəti, həyəcan təşviş pozuntusu fonunda ağırlaşıbsa, şəxsin əhval-ruhiyyəsi düşüb, özünə qapanıb, gələcəyə dair olaraq pis düşüncələr var, intihar fikirləri var, şəxs artıq həyatdan bezib küsübsə və bu halda şəxsin antidepressantla yanaşı yanında kombinasiyada antipsixotik dərman preparatları istifadə edə bilərik. Digər bir qrup kimi istifadə edə bilərik antikonvulsantlardan. Yəni, əslində antikonvulsant bizi dinləyən müalicə alan pasiyentlər deyəcək ki, doktor, bu epilepsiya dərmanlarıdır. Xeyr, kiçik dozada. Əhval-ruhiyyə stabilizatorudur. Müəyyən bir vaxtlarda, bayaq qeyd etdiyiniz kimi Günaxan, müəyyən bir konversiyon tutmaları və yaxud da ki, epileptik tutmalar da varsa yanaşı olaraq istifadə edə bilərik. Beta blokatorlar istifadə edə bilərik o təşvişi azaltmaq üçün və eyni zamanda antihistamin, yəni antiallergik dərmanların belə orada histamin reseptorlarına təsir göstərdiyi üçün o təşvişi, həyəcanı aradan qaldıra bilər. Bu işi də çox mükəmməl bilir doktorumuz və hətta bəzən görürsən ki, digər həkimlərə yollanırlar. İndi təbii ki, çox yaxşı həkimlərimiz də var, elə Aytan xanım da o həkimlərdəndir. Baxırsan ki, reseptdə bir 10 dərman yazılır, amma doktor çalışır ki, orqanizmə ziyan vurmadan, asıllıq yaratmadan həmin o problemi çözə biləcək dərman qrupunu təyin eləsin və bugün elə adlarını çəkdiklərimiz də dərman adları deyil, həmin bu dərman qruplarının molekullarının adlarıdır. Günəxan, çox gözəl bir məqama toxundunuz. Onu qeyd edərdim ki, bizə gələnə kimi pasiyentlər bir sıra həkimlərdə gəzmiş olurlar. Baş beyinlə bağlı baş beyin müayinələri, KT, MRT, EEG müayinə, ürəklə bağlı EXO, damarlarla bağlı Doppler müayinəsi, mədə-bağırsaqla bağlı endoskopiya, gastroskopiya, kolonoskopiya və yaxud da ki, ultrasəs müayinəsi keçirlər, bir sıra laborator müayinələr keçirlər, metabolik testlər verirlər. Lakin bu müayinələr etapında həyəcan təşviş fonunda heç bir, hər hansısa bir ciddi patologiya aşkarlanmır. Həkim bunlara dedikdə ki, sənin bir ciddi problemin yoxdur. Məsəl üçün ad qoyurlar, kardionevrozdur səndə, mədə nevrozudurmu və yaxud da ki, deyirlər ki, məsəl üçün səndə bir ötəri bir haldır, get, belə deyək, psixoloji bir haldır, keçib gedəcəkdir. Bu halda pasiyentlərin həkimə inamsızlığı yaranır. Nəticədə xəstələr həkim gəzirlər və hər hansısa bir özlərində orqanik bir patologiya aşkarlanmır. Bunun altında həyəcan təşviş pozuntusu yatır. Həyəcan təşviş pozuntusu vaxtında müalicə olunmazsa bir sıra xəstəliklərə yol açır. Ürək-damar sistemi yüksək gərginliklə, şiddətli işləyərək, ürək sürətli döyünərək, təzyiqi sürətli qalxaraq daim güclənmiş vəziyyətdə işləyən ürək kardiovaskulyar problem yaradır. Miokard infarktına qədər gətirib çıxarır. Tənəffüs sistemi problemləri yaranır. Bəzən belə deyək ki, uzun müddətli nəfəs alıb vermədə yaranan problem tənəffüs problemləri yaradır. Şəkərli, belə deyək, insülin direncini artırır, insülin rezistentliyi artırır, şəkərli diabetə yol açır. Tiroid xəstəlikləri zamanı daha yüksək intensivliklə qalxan bənzər vəzin daha belə deyək, sürətli işləməyinə səbəb olur. Və yaxud da ki, mədə-bağırsaq problemləri yaradaraq bir müddətdən sonra mədə nevrozu keçərək, belə deyək ki, hətta belə deyək, mədə xorasının yaranmasına, tətikləməsinə səbəb olur. Onkoloji xəstəliklər zamanı, xərçək zamanı prosesin daha ləng, belə deyək, ləngiməsinə, sağalmasının gecikdirilməsinə səbəb olur. Uzun müddətli davam edən həyəcan. Doktor, hal-hazırda çox sayda suallar var və ailəsində, yaxınları arasında həyəcan təşviş pozuntusundan əziyyət çəkən izləyicilərimiz həddindən artıq çoxdur. Bu mövzu mən bilirdim ki, bu qədər diqqətə, bu qədər marağa səbəb olacaq və doktor, son olaraq, qısa olaraq mən sizdən ailələrində, yaxınlarında həyəcan təşviş pozuntusundan əziyyət çəkən ailələrə məsləhətiniz nə olacaq? Əgər onların ailəsində, yaxınında bir şəxs həyəcan təşviş pozuntusundan əziyyət çəkirsə, onlar ilk yardımı necə etməlidirlər? Ona necə kömək etməlidirlər? Bəli, həyəcan təşviş pozuntusu olan insanlar bəzən bu halın normal hesab olunur. Lakin bayaq qeyd etdik ki, patologiyadır müəyyən bir müddətdən sonra. Əgər siz qonşunun, qohumun, aptekin, əczaçının sözü ilə alıb dərman preparatlarını istifadə etsəz uzun müddətə və yaxud da qısa müddətə, bu problem, bu xəstəlik sizdə sağalmaq yerinə daha da xronikləşəcəkdir və bir digər xəstəlikləri, depressiyanı da ətrafına qoşmuş olacaqdır. Əgər sizdə həyəcan tutması hər hansısa bir vəziyyətdə
iş otağında, yolda, sükan arxasında, təyyarədə tutubsa, bu halda nə həkim var, nə dərman var, nə edə bilərik ki, bu vəziyyətdən xilas olmaq üçün? Bunu mən qeyd etmək istəyərdim. Bu həm panik tutmalarda, həm də həyəcan təşviş pozuntusunda bizim yardımımıza gələ bilər. İlk növbədə sakit halda dayanaraq burnumuzdan dərindən nəfəs alırıq. Nəfəsimiz çalışırıq ki, döş tipli olsun və bu nəfəsimizi burnumuzdan alaraq bir neçə saniyə saxlamış oluruq. Saxlayırıq, nəfəs almırıq, nəfəsimizi saxlayırıq. Bəli, saxladıqdan sonra digər bir tənəffüsü ağzımızdan verərək çalışırıq ki, bu tənəffüs qarın tipli olsun. Aha. Yəni qarnınızın artıq hərəkət etdiyini hiss eləməlisiniz. Və bu halda bunu bir neçə dəfə bu tutma olsa belə, olmasa belə gün ərzində təkrarlamış oluruq. Bu halda artıq siz həyəcan tutmasını atlatmış ola bilərsiniz. Lakin bu dediyim hal müəyyən bir, belə deyək ki, çıxılmaz bir vəziyyətlərdə istifadə olunan bir metoddur. Lakin sizi həyəcan tutması gün ərzində daimi olaraq müşahidə edirsə, sizin funksionallığınızı pozursa, işinizə mane olursa, akademik bacarıqlarınızı aşağı salırsa, artıq bu halda həkim psixiatra müraciət etməlisiniz. Çünki həyəcan təşviş pozuntusu sırf psixiatrik bir pozuntudur. Xəstəliklərin beynəlxalq təsnifatı üzrə sırf psixiatrik bir pozuntusu olur və həkim mütəxəssis psixiatr tərəfindən müalicə olunaraq diaqnozu təyin edilir. Təşəkkür edirəm, dəyərli Aytən xanım, dəyərli həkim psixiatrımız Aytən Namazova bizlə bərabər idi. Doktorun əlaqə nömrələrini qeyd edirəm, siz də özünüz üçün qeyd eləyin. 050 377 54 22 099 377 54 22 doktorun Instagram səhifəsi, YouTube səhifəsi də ekranlarda. Doktor Aytən Namazova. Biz isə qısa aradan sonra bayaq anons etmişdim, artıq TikTok üzərindən bizi izləyənlərə yazırlar artıq ki, uşaq ginekoloqunu da görmək istəyirik. Qısa aradan sonra onunla bərabər olacağıq. Çox maraqlı bir mövzuda söhbətimiz olacaq. Əziz qız anaları, valideynləri, nənə babaları ekrana daha yaxın əyləşsinlər.